Nərgiz, bəs təcrübə proqramları, təqaüd proqramları, əlavə imkanlarla bağlı maraqlanmısan bu sahədə? Aha, bəli, çox maraqlanmışam. Əslində hər sahədə olduğu kimi deyərdim ki, müəllimlik sahəsində də təcrübə proqramları və imkanlar tapmaq çox çətindir. Çünki necə deyim, kütlə çoxdur, amma iş yerləri və sair proqramların sayı daha azdır nisbətən. Mən əslində ilk təcrübə proqramına başlamışdım elə universitetimizin özündə. Xəzər Universitetinin karyera mərkəzində birinci təcrübəyə başladım. Daha sonra orada inkişaf mərkəzi var idi orada və biraz CV-mi Xəzər Universitetinin içində doldurmağa başladım ki, çox da boş olmasın. Daha sonra başladım. Çox üzr istəyirəm. Bu belə deyək, məlumatları hardan əldə edirdin? Məsəl üçün karyera mərkəzində təcrübəçi olmusan dediyim Aha. qədərilə, yəni dediyin qədərilə. Bunu hardan bildin ki, belə bir imkan var və sən müraciət etdin? Tələbələr hardan öyrənə bilər ki, onlar da öz universitetlərində bu tipli yerlərə müraciət etsinlər? Aha, əslində Instagram səhifələrində paylaşırlar, LinkedIn-də paylaşırlar. Hər birinin özünün ayrıca Instagram səhifəsi var. International Office-in ayrı var, Development Center-in ayrı var, Career Center-in ayrı var. Həm də bizdə Xəzər Information var. Onlar ümumiyyətlə nə olsa paylaşırlar da. Bütün demək olar ki, hər bir departamentin ayrıca kanallarını özləri paylaşırlar. Orada da görmüşdüm. Həmçində bizdə panolar olur koridorlarda, dekanlıqların yanında. O panolarda vururlar elanları. Orada da görmüşdüm. Dedin ki, digər təqaüd Aha. proqramları da var və onlarda iştirak etmisən. Aha, Onlar necə? bəli. Və ilk öncə burada təcrübə qazanmağa başladım. Daha sonra apply etdim bəzi könüllülük proqramlarına ki, könüllü üzrə də nələrimsə olsun. Və könüllülük proqramlarında da müəyyən təcrübə topladıqdan sonra ilk öncə nə etdim? Mən könüllü təcrübə proqramlarında bir növ experience, iş experience yazırdım ki, CV çox boş qalmasın. Çünki əslində bu normaldır. Əgər sənin heç iş təcrübən yoxdursa, könüllülük yaza bilərsən iş təcrübə yerinə ki, CV çox da boş görünməsin. Və ondan sonra başladım yenə LinkedIn-də apply eləməyə və yaxud da Postazda və s. İlk öncə ingilis dili müəllimliyi vakansiyası üçün müraciət etmişdim bir kursa. Və orada ilk öncə praktikant kimi qəbul aldım. Biraz praktika keçəndən sonra artıq işə alındım və beləliklə ilk iş həyatıma addım atmış oldum. Həmçində mən onda deyəsən birinci kurs idim. Bəli, hələ 17 yaşındaydım. Xan Akademiyada ingiliscə videolar tərcümə edirlər, bilirsiz yəqin ki. Orada apply eləmişdim və orada da qəbul aldım. İlk iş təcrübəm elə başladı. Orada biologiya kontentlərini tərcümə edirdim Azərbaycan dilinə və 17 yaşım olanda ilk maaşımı qazanmışdım. Sənə orada ödəniş verirdilər. Bəli, bəli, ödənişli hər videoya görə. Mənə ödəniş vermirdilər. Çox təəssüf. Niyə? Haqsızlıq. Məndə amma mətnlər idi. Ola bilər ki, mənə də bəlkə videolar versəydilər, ondan ödəniş ola bilər versinlər. Bəlkə də. Mənə verməmişdilər. Okay. Bəs bir sual verəcəm, sonra davam edərsən zəhmət olmasa. Sən ingilis dilində təhsil alırsan? Xeyr, Azərbaycan dilində. Azərbaycan dilində. Amma ingilis dilin çox yaxşıdır ki, ingilis dili üzrə müəllimlik. Bəli, kursa getmişdim. Bunu uşaqlar üçün sonra xüsusi olmağı düşünürəm ki, birinci kursda nələr eləməlisiniz, nə hansı bacarıqları özünüzə inkişaf etdirməlisiniz. Bundan ayrıca danışacağam. Tamam. Maraqlı olacaq bizə. Aha, davam edə bilərsən. Aha, və ilk iş təcrübəmi elə qazandım. Sonra getdim Bilim Bakıda. Orada uşaqlar üçün 6-14 yaşlı uşaqlar üçün laboratoriyalar var idi. Təbiət laboratoriyası, astronomiya, sahibkarlıq və s. riyaziyyat. Mən orada təbiət laboratoriyasına müraciət etdim. Orada müəllim assistenti kimi praktika keçdim. Orada mənə başqa bir təcrübə qazandırdı. Həmçində həmin dövrdə açılmışdı Teknis Təqaüd proqramı. Rəqəmsal İnkişaf Agentliyi və İnnovasiya Nazirliyi idi səhv eləmirəmsə. O iki qurum arasında açılmışdı və oradakı təqaüdlərə başladım, proqramlara başvurmağa və nə yalan deyim, düz 4 dəfə təklifdən kəsildim və 5-ci dəfə artıq 100% təqaüd almağı bacardım və uşaqlara da buradan məsləhət görərdim ki, bir dəfə rədd alınsa geri çəkilməyin. Mən məsələn keçən il ümumilikdə 350 rədd almışam və yenə də apply edirəm. Siz də belə oldu. 350? Bəli, keçən ümumilikdə 350 rədd aldım. Yəni həm yay proqramlarından, həm işlərdən, həm təcrübə proqramlarından və sair layihələrdən. Belə hamısı bir yerdə 350 oldu. Sayıram həm də. O maraqlı gəldi mənə. Google Sheet hamısını qeyd edirəm, ondan sonra edirəm. Aha, və həmin o təqaüdə başladığım yerdə Azərbaycan Robot Akademiyası idi. Oranı yaxşı bitirdim deyə, sonra orada bizim üçün təcrübə şəraiti yaratdılar. Orada təcrübəyə başladım 2 ay. Sonra gördüm ki, yox, özümü tam burada tapa bilmirəm və yenə başladım fərqli yollar axtarmağa. Bir də ikinci kursda Xəzər Universitetinin özündən Coders kursları var idi. Orada proqram var idi. Hardasa CS50X proqramı var idi Harvardın. Necə deyim, kompüter elmlərinin 50 dəfə gücləndirilmiş keçirdilər də və ilk IT təcrübəm də elə orada başladı. Hardasa 400-dən çox adam apply eləmişdi. 20 nəfər seçdilər, ən yaxşı nəticə göstərən imtahan nəticələrinə əsasən. Elə başladıq orada təhsilə və orada IT təhsili alırdınız siz? Bəli. Aha. Və orada da artıq müəyyən qədər IT öyrənməyə başladım. Sonra gördüm ki, marağım var, həvəsim var. Belə başladım biraz da IT-yə girməyə. Daha sonra yenə ikinci teknikimi qazandım Kodlandiyadan data analitika üzrə və həqiqətən data analitikanı
necə deyim, dərslərini aldıqca hiss edirdim ki, yəni bu proqram mənə çox uyur və təkcə təbii ki də data analitika, yəni kurslar öyrənməklə qalmırdım. Özüm çox self-study eləyirdim. Həm YouTube-da videolara baxırdım, həm fərqli proyektlərə götürürdüm, yəni sıfırdan işləyirdim, görüm nə dərəcədə bacarıram bunu. Nə bilim, YouTube-da dərslərə baxırdım, Coursera-dan kurslar götürürdüm, uşaqlarla fərqli layihələr işləyirdim və bunların yanı sıra da çox hackathonlara dəhşət çox apply eləyirdim. Məsələn, mən indiyə kimi çox hackathon Çox apply üzr istəyirəm. eləmişəm. Hackathon dedikdə tələbələr üçün və abituriyentlər üçün aça bilərikmi? Hackathon nədir? Aha. Deməli hackathonlar normalda 24, 48, 72 saat sənə vaxt verilir və bir problem verirlər. Sən həmin bu verilmiş vaxt ərzində o problemi həll etməlisən. Çox insan elə düşünür ki, hackathon ancaq yəni IT biliyi tələb eləyir, ancaq kod yazmalısan. Xeyr. Məsələn, sən sırf robotexniki bir alət düzəldə bilərsən və yaxud da sırf elə bir tutaq ki, qurğu düzəldərsən, mexaniki bir qurğu o problemi həll eləyər. Yəni ehtiyac yoxdur sırf IT bilməyinə. Və bu hackathonlara çox apply edirdim və bu hackathonlarda da həm çox şey öyrənirdim, özüm məşq edirdim, tutaq ki, pitch-deck bacarıqlarımı inkişaf elətdirirdim, bazar araşdırmasını inkişaf elətdirirdim. Həmçində hər hackathonda təzə insanlarla tanış olurdum, təzə dostluqlar qururdum və uşaqlara da tövsiyə edərdim ki, yəni sırf ordakı o pula görə qaçmayın hackathonlara, sırf yeni əlaqələr qazanmaq üçün gedin, təzə mentorlar tapmaq üçün gedin. Məsələn, mən insan tanıyıram ki, sırf hackathonda bir mentorla yaxın olmuşdu, sonra əlaqə yaratdılar və sair və həmin mentorun aldığı referansdan işə düzəldi. Yəni bu hallarda olur. Ona görə Networking vacibdir ona görə çox də. vacibdir networking. Həmçində yəni əmin olun yeni şeylər öyrənəcəksiniz. Ona görə çox tövsiyə edərdim ki, şiddətlə hackathonlara qatılın. Bir də bəzi proqramlar olur, tutaq ki, bu mentor proqramı olur, xüsusilə də qızlar üçün sistem sahəsində, texnologiya sahəsində o tip proqramlarda uşaqları deyərdim ki, gedin, xüsusilə də qızlar. Məsələn, mən özüm də elə 2 tip proqrama qəbul oldum. Artıq birindən məzun oldum. Sonra o məzun olduğum proqramda özüm mentor kimi fəaliyyətə başladım. Həmçində mən orada çox dəyərli dostluqlar qazandım. Orada olan məsələn qızlar vardı. Hamısı Bakı Neftdən, Ufazdan, Adadan və sair çox necə deyim, həm prestijli universitetlərdən idi, həm də çox özlərini inkişaf etdirdilər. Mən orada çox yaxşı dostluqlar qurdum həqiqətən. İndi bəzilərinin əlaqəm var və sonra biz bəzi proyektlərdə bərabər işlədik. Yəni ona görə deyərdim ki, yəni çalışın bu tip şeylərə də qatılasınız. Yəni maksimum Əlbəttə. aktiv olmağa çalışın. Həm networking qazanırsan, Bəli. o networkinglərdə əlbəttə ki, sənin inkişafında öz rolunu oynayır. Daha yaxşı yerlərdə, daha yaxşı iş imkanlarını yaradır belə deyək.